Gününüz aydın olsun Azərbaycan xalqı. Hərənin bir məqsədləri olur da. Məsəl üçün ölkəsi üçün, xalqı üçün faydalı bir iş görmək istəyir. Biri məktəb tikir, biri yol çəkir, hərə bir işlə məşğuldur. Mənim də indi bilənlər bilir, xalqım üçün, yəni dövlətim üçün, ölkəm üçün faydalı bildiyim, yəni imkanım çatan, gücüm çatan ağac əkməkdir. Bu mənim həm hobbimdir, həm müəyyən bir məqsədlər var. Məsəl üçün ağac əkib evladımın xatirinə ağac əkirəm ki, onun hansısa o savab ona yazılsın, onun gələcəkdə hansısa bir günahlarını yusun. Məsəl üçün şəhidlərin xatirinə ağac əkirəm. Məsəl üçün digər bir məsələlərdə ağac əkirəm. Ölənlərimizin xatirinə ağac əkirəm. Müəyyən bir məsələlər var da ki, özəl günlər var ki, onda ağac əkirəm. Və mən də qərara gəldim ki, bu Ramazan bayramı münasibətilə və Novruz bayramı, yazın gəlişi münasibətilə ağac əkim. Və o məqsədimə də çatdım, çox şükürlər olsun Allaha. Sağ olsun, buradan minnətdaram. Göyçaylı dostuma, özü də görür indi. Ona təşəkkür edirəm, sağ olsun. Bir kəlməmlə Göyçaydan 120 ədəd nar ağacı yolladı mənim üçün. Allah onu bütün arzularına çatdırsın. Allah qəbul eləsin. Bu bir ehsandır. Ağacı mən həmişə ehsan kimi nəzərdə tuturam. Və buradan Gədəbəydən canım, əzizim, dəyərlim bir şəxs mənim üçün xəstə canı ilə, and olsun Allah, mənim üçün o dekorativ gül tipli ağacları öz qapısından hazırladı. O vələs ağacı, bu bilənlər bilir, xüsusən də dağlıq rayonlarda yaşayanlar bilir. Vələs ağacının gözəlliyi, yəni bir necə deyim, gözəllik verir də təbiətə. Və onu gətirdim, öz kristal abşorumda əkdim. 120 ədəd nar ağacı, bir 30-40 ədəd də vələslə bir yerdə ağaclar əkdim. Amma buradan xahiş edirəm, dönə-dönə xahiş edirəm kristal abşorun sakinlərinə. O ağacları hamıda görür. İndi tanıyanlar da tanıyır, bilənlər bilir. O ağacları xahiş edirəm. Kimsə, hansısa bir uşaqdır, yəni ola bilər qanmır, bilmir, qırır ağacı. Amma kimsə görürsə, çox xahiş edirəm, qoymasın, imkan verməsin. Ən azından fikirləşsin ki, orada ən azı bir 3 nəfərin, bağban dayımız qarışıq, 3 nəfərin haqqı var. Orada mənim evladımın haqqı var. Hansı ki, mən evladımın boğazından kəsib, hansısa bir xərcləri çəkib, o ağacları əkirəm, o kristal abşorundakı parka. Ən azından öz evladına dəyər verən, mən də evladıma dəyər versin ki, və bu bizim balalar üçün əkdir. Balasının boğazından kəsdi, bizim balalarımız üçün ağac əkdi ki, onların oksigeni zəngin olsun, onlar gözəl bir təbiətdə, gözəl bir həyatda yaşasın. Yəni, ən azından ölkəmiz üçün gözəllikdir. Xalqımızın sağlamlığı üçündür. Yəni, ağac əkməyin faydası çox böyükdür. İndi kimə də maraqlıdır, baxa bilər. Hansı ağacları əkmişəm? Allah sizləri qorusun. Çalışaq ölkəmizə, xalqımıza faydalı işlər görək. Mən də bacardığım bu əziz xalqım. Allah sizləri var eləsin. Keçmiş bayramlarınız mübarək. Aşıklar şenleme koşar, neme koşar. Yüreklerde sevin yaşar, sevin yaşar.